Demək, Çiçək neçə videonun altından yazıb ki, turba idmanı soruşur ki, mən eləyə bilərəm, dializə gedirəm. Eləyə bilərsiniz, sadəcə yavaş-yavaş ehtiyatla eləyin. Bir də ki, çox təəssüf edirəm ki, dializə gedib çıxmısınız, böyrəklərinizi itirmisiniz. Çox ağır xəstəlikdir. Onun müasir tibbdə müalicəsi yoxdur. Bəzi hallarda onu böyrəklərini dəyişirlər. Elə vaxt olur ki, yenə də o böyrək işləmir, dəyişdiyi böyrək də işləmir, atqaz eləyir, bəzilərində işləyir. Amma mən sizə bir dənə məsləhət verim Allahın izni ilə. Siz iradənizi toplayın, canlı qidalara üstünlük verin, gündə 1 saat, saat yarım sürətli şəkildə yürüyüş edin və 3 dənə bitki deyəcəm sizə. Onları tapın. Ayı qulağı tapın, mərcangilə tapın, hərəsindən 1-2 kilo alın. Bir də ki, toz ağacının yarpaqlarını. Hərəsindən 3 xörək qaşığı, 3 stəkan suda 5 dəqiqə qaynadın, gün ərzində bunun için, uzun müddət için. 3 ay, 4 ay, 5 ay için, dializə də gedin, neynə. Canlı qidaları da artırın, yürüyüşü də artırın və aləmlərin Rəbbi olan Allaha təvəkkül eləyin, bismillah eləyin, başlayın. Mən güman eləyirəm ki, Allahın izni ilə bir gün o funksiyasını itirmiş böyrəklər geri dönüş eləyəcək. Onlar məndə baş versəydi, mən yorulmadan, tükənmədən onları geri qaytarardım. Necə ki, xərçəng xəstəliyini mən geri qaytardım. Belə.